Zeytun yarpağı faydasına görə heç də zeytundan və zeytun yağından geridə qalmır. Tərkibindəki antioksidantlar və C vitamini portağaldakindən 5 dəfə çoxdur. Orqanizmi yediyimiz qidaların tərkibindəki kimyəvi maddələrin təsirindən, siqaret və spirtli içkilərə görə bədəndə toplanan toksinlərdən qoruyur. Zeytun yarpağı xüsusilə bağırsaq və döş xərçənginin qarşısının alınmasında təsirlidir. Xərçəngli xəstələrdə şiş hüceyrələrinin yayılmasının qarşısını aldığı da məlumdur. Tərkibindəki vitaminlər isə uşaqların sümük inkişafını dəstəkləyir. Məsələn, elenol turşusu E vitamininə nisbətən 2 dəfə daha güclü antioksidantdır. İmmun sistemini gücləndirir. Zeytun yarpağı Alzheimer və Parkinson xəstəliklərində sinir hüceyrələrini qidalandırır və qoruyur. Hüceyrələrin genetik zədələnməsinin qarşısını alır. Şiş əmələ gəlməsinə qarşı qoruyucu təsir göstərir. Eyni zamanda mikrobları öldürür. Bağırsaq və tənəffüs yollarını təmizləyir. Həm də arıqlamağa köməklik edir. Zeytun yarpağı ürəyin dostudur. Ürək əzələsinin zədələnməsini ləngidir. Qanda xolesterinini normaya salır və damar divarlarını möhkəmləndirir. Damar genişləndiricidir və arterial təzyiqi normallaşdırır. Ateroskleroz riskini minimuma endirir. Bundan əlavə o, qanda trombositin yaranmasının qarşısını alır və sinir sisteminin sakitləşməsində mühüm rol oynayır. Aritmiya, psoriaz, artritdə və əzələ spazmalarının müalicəsində çox effektlidir. İnfarkt keçirmiş adamlar üçün çayın içilməsi tövsiyə edilir. Sidik qovucudur, qəbizliyin qarşısını alır, yorğunluğu aradan qaldırır, diş ağrısını kəsir, kökəlməyə qoymur, qan şəkərinin səviyyəsini isə aşağı salır. Zeytun yarpağının çayı beynimiz üçün çox faydalıdır. Beyin qan dövranını yaxşılaşdırır, yaddaşı gücləndirir. Miqren xəstələri, dağınıq skleroz, hətta xoş xəstəli beyin şişi xəstəliklərində içilməsi çox faydalıdır. Göz görməsinə yaxşı təsir edir. Revmatizm əleyhinə təsiri də vardır. Zeytun yarpağı qaraciyəri qoruyur. Qaraciyər piylənməsinin qarşısını alır. Dərini qidalandıraraq daha gənc görünməsini təmin edir. Tərkibindəki maddələr dərinin üst qatlarından keçərək günəş yanığı, erkən yaşlanma və dəri xərçənginə səbəb olan ultrabənövşəyi şüalara qarşı qoruyur. Dəri gözəlliyi üçün də əvəz edilməzdir. Bir müddət həm çayını içmək, həm də dərini yumaqla sızanaqlar azalır, qızartı aradan qalxır, məsamələr daralır, dəri xəstəliklərinin isə qarşısı alınır. İnsanların qeyri-sağlam qidalanması, yüksək karbohidrat və yağ istehlakı nəticəsində insulin tarazlığı pozulur. Bu, diabet riskini artırır. Zeytun yarpağı insulin müqavimətini azaldır və diabet xəstələrinin həyat keyfiyyətini yaxşılaşdırır. İnsulin müqaviməti olanlara səhər və axşam darsınlı zeytun yarpağı çayı içməyi tövsiyə olunur. Zeytun yarpağının dəmlənməsi, səhər yuxudan duran kimi ac qarnına içilməsi daha çox tövsiyə olunur. Onun tərkibində soyuqdəymə əleyhinə olan çox güclü antioksidantlar vardır. Bir çaynikə 15-20 ədəd zeytun yarpağı atın, 2-3 dəqiqə qaynadın, sonra 10-15 dəqiqə dəmlənməsini gözləyin, sonra isə için. Onu da deyim ki, faydası çox olsa da, dadı xoşa gəlməz olan bu çayı zövqünüzə uyğun olaraq mixək, darçın, bal və limon qataraq dadını və ətrini gözəlləşdirə bilərsiniz. Zeytun yarpağının çayı antibakteriyal xüsusiyyətləri də vardır. Məsələn, 2 xörək qaşığı zeytun yarpağını 1 stəkan suda 5 dəqiqə zəif qaynadıb, sağalmayan inilənmiş yaraları bu dəmləmə ilə tez-tez isladın, yuyun. 5 xörək qaşığı zeytun yarpağını 3 stəkan suda 5 dəqiqə qaynadıb 15 dəqiqə dəmləyib süzün. Saçlarınızı yuduqdan sonra bu su ilə başınızı yaxalayın. Baş qaşımalarında, göbələklərdə, saç dibi seboreyasında, baş dərisi səpkilərində istifadə olunur.